Bir gün bir kilsə papası ilə məscid imamı görüşür və başlayırlar söhbət eləməyə, dərdləşməyə. Söhbət əsnasında imam əlinə belə bir kağız alır, başlayır bunu bu şəkildə qatlamağa. Qatladıqca da papanın suallarına cavab verir və öz suallarını verir. Və bir müddət keçdikdən sonra papanın diqqətini çəkir, imam nə iş görür deyə soruşur. Kağızı niyə belə qatlayırsan? İlk sənin bəzi suallarına mən bu kağız vasitəsilə cavab verəcəm. Papa da maraqlı gəlir, diqqətlə izləyir. İmam deyir ki, Xristianlarla müsəlmanlar arasındakı fərq nədir, bilirsənmi? Deyir, nədir? Başlayır saymağa. Biz bilirik ki, deyir, İslam dini son dindir və haqq dindir və biz onu qəbul etmişik, İslam dinini qəbul edirik və Peyğəmbərimiz Məhəmməd Peyğəmbər olduğunu da qəbul edirik. Amma siz qəbul etmirsiniz. Biz Allahın bizə buyurduğu bütün qayda qanunları, əmrlərini yerinə yetirməyə çalışırıq, amma siz qəbul etmirsiniz. Ona görə də deyirik ki, müsəlmanlar cənnətə gedəcək, amma xristianların gedəcəyi bir dənə yer var. O da indi göstərəcəm. Danışdıqca əlindəki belə kağızları düzür və papaya da maraqlı gəlir. Siz Məhəmməd Peyğəmbəri Peyğəmbər olaraq qəbul etmirsiniz deyir. Allahın buyurduğu namazı qılmırsınız. Allahın bizə dediyi orucu tutmursunuz. Amma biz əlimizdən gəldiyi ilə bunu eləməyə çalışırıq. Ona görə də müsəlmanlar cənnətlikdirlər. Amma sizlər gedəcəyiniz yer var. Və bunun səbəbi bir dənədir. Ən əsası biz Allaha ibadət edirik. Siz isə buna ibadət edirsiniz.